İkinci hissədən sizləri salamlayıram. Mən şəxsinə Seydər Hüseynli. İlk hissədə qarşılıqlı qollar ilə bərabərliyi var maçda 1-1. Artıq ikinci hissənin start səsləndirib bir daha hər iki komandalara uğurlar arzulayır növbəti hissədə. Raul, Fəzail. Eşitrim şans Sumqayıt komandasına. Bu qaydalar çərçivəsində Səyid Muxtarlı rəqibindən top alır. Out Neftçi. Yəni xəttən Yusuf Cəfərzadə topu meydana daxil edir. Paralel ilə ötürmə Səyid Muxtarlı istiqamətində, lakin rəqibin sürüşmə fəndi bir qədər Səyidi çaşdırır. Riskə getmədi. İbrahim Namazov top meydandan kənarlaşdırır. Fatih solcuna ötürmə və Səyid Muxtarlı müdafiənin arxasına planlaşdırmış ötürmə bir qədər sürətli alınır. İbrahim Namazov qarşıladı. Yusuf'dən ötürmə keçmədi. Cəqan ötürmə boşluq var müdafiədə və istədiyi kimi zərbə indirə bilmir Sumqayıt komandasının hücumçuları. Səyid uzun ötürmə irəliyə doğru və son toxunuş Fəzail Əlizadədən olur. Təş toxunuşlar ötürmə. Son anda müdafiəçilər riskə getmir, topu meydandan kənarlaşdırır. Gün zərbəsi Neftçi komandası yerinə yetirəcək. Yusuf Cəfərzadə. Fəzail. Yenə Yusuf təş toxunuşlar, gözəl ötürmə. Yusuf, Fəzail. Diagonal gözə ötürmə Sənan Məmmədov. Raul Rəşidov. Ay, başa düşmədilər Fəzail ilə bir-birlərini. Qapıdan zərbə. Axır kimi. Rəşidov. Top məsələləri alın özündən meydan tərk etdi. Şöyle doğru ötürmə, yeniden müdafiəçilər qarşılayır. Daha bir zərbə top qapdan yan keçir. Sumqayıt komandasına daha bir hücum cəhdi. Ötürmə qeyri-dəqiqdir, out. Yəni xəttdən Səyid Muxtarlı topu meydana daxil edir. Yusuf Cəfərzadə. Və qayda pozulur Yusuf Cəfərzadəyə qarşı. Məhz elə özünü zərbə indirəcək. Səyid Muxtarlı topun görüsünə keçir. Səyid Türmədə Yusuf Cəfərzadə uzaq 9'u mükəmməl gol! Yusuf Cəfərzadə sevir belə qolları. Tarazlığı belə mükəmməl qol ilə pozur Neftçi komandası 2-1. Az öncəki qol qeydə alınmazsa da o mükəmməl qol qeydə alınmazsa bu mükəmməl qol artıq qaydalar çərçivəsindədir, qeydə alınır.
Fəzail. Cəqin altını keçmədi. Top meydanda qalır. Seyid Muxtarlı uzun ötürmə. Raul Rəşidov topunu edə bilmədi. Fəzail Əlzadə. Out. Fatih Camalov ikinci cəhdində topu tutur. Ayaqsa ayaqdır. Alt Nefsi. İbrahim yenidən. Fəzail mərkəzə Yusif. Gözəl hərəkətlər Yusif Cəfərzadədən. Sol ayağı ilə zərbə indirir, blok qoyulur. Boşdur, diqqətli olmaq lazımdır. Fatih Camalov öz tərəfini sığortalayır. Raul. Mənə doğru İbrahim Namazov sonunda. Daha doğrusu Səna Məmmədov idi bu. Raul Rəşidov. Blok qoyulur. Yaxdan. Seyid Muxtarlı qarşıladı yenə. İbrahim Namazov, Seyid Muxtarlı. Seyid topun özündən meydanı tərk edir. Fatih Camalov uzaqlaşdırdı. Seyid Muxtarlıdan irəliyə doğru ötürmə. Raul Rəşidov əksüm şansın FC komandasına. Diagonal gözə ötürmə. Fəzail Əlzadə. Yusif. Raul Rəşidov. Gol! Kapitan gəminin sürətini artırır. Raul Rəşidov. Hesab fərqini 2 topa qaldırır. 3-1. Ənənəvi olaraq qol sevinclərindən biri ilə bizimlə bölüşür Raul Rəşidov. Məşhur ulduz oyuncu Cristiano Ronaldo'nun qol sevincini təkrarlayır. Yan xətdən Sumqayıt komandası altı yerinə yetirəcək. İbrahim Namazov qarşıladı. Fəzaildən gözəl hərəkətlər. Daha bir ötürmə Raul Rəşidov. O da şov göstərmək istədi. Almadı bu cəhdi. Raul. Zərbə endirə yaxın küncə. Yaxın künc bağlı idi. Uzaqdan qüvvətli zərbə Yusifdən. Seyid Muxtarlı bir rəqibini yerdə qoyur. Bir qədər riskli, o qədər də inamlı hərəkətlər Seyiddən. Səna Məmmədov. Diagonal İbrahim Namazov istiqamətində. Yusifdən geriyə doğru Seyid. Türmə keçmədi. Lakin out qazandılar FC komandası. Yusif.
Eştoxluqda ötürmə aşırma zərbə Raul Rəşidovdan top qapıdan yan keçir. Out. İçəriyə doğru ötürmə gəlir. Bu dəfə də müdafiəçilər qarşılayır. Qapı boşdur, zərbə vurdu. Hesab fərqini minimala indirir Sumqayıt komandası. Yusif Sənan Məmmədov qarşıladı. Sağ cinahdan irəliyir. Üçün müdafiəçilər cüssəsi ilə qarşısını alır. Raul Sozana Fəzail qüvvətli zərbə son anda başda uzaqlaşdırırlar. Önümüzde ayakkabı için bağlayayım. Yok, içersen. İsteği yok. Karakteri yok. Başla. Çok güzel. O hep sarcan resim yoktu. Al. Koy gel. Başla. Out Sumqayıt. Türmə gəlir. Daha bir zərbə. Yox, xeyr. Qol qeydə alınmır. Cərimə zərbəsi epizoddan öncəki qeydə alınmışdı. Artıq qayda pozuntusu var idi. Fəzail Sərqanı ötürmə etmişdi, lakin müasız bir ötürməkdə heç kim yox idi topu çəkmək üçün. Elmir boşdu. Baxın, güncə zərbə, qalkiperdən gözəl refleks. Raul Rəşidov Fəzail çəkir sol ayağına, gözəl hərəkətlər Fəzaildən. Sənan Məmmədov blok, daha bir zərbə Fəzaildən top qapıdan yan keçir. Fəzail out qazandırdı komandasına. Yusif Seyid Umansız bir ötürmə oldu. Dolaşdırır müdafiəçilər, ötürmə alınır.
Başın son anda İbrahim Namazov özünü çatdırır. Yusuf. İbrahim Namazov'dan tekmeden təşkil edir tabirat. Fatih Camalov çıxışda səhvsizdir və cəriməni əslində ilk öncə Sumqayıt komandasının oyuncusu əslində etmişdi. Çünki qərar isə Sumqayıt komandasının lehinə verilir. Bir doğru zərbə və gol. Bax, məhz elə az öncəki qayda pozuntusu. İlk öncə əslində qaydanı pozan Sumqayıt komandasının oyuncuları idi. Fəzai Əlizadə zərbə mövqeyi gol! Fəzai Əlizadə tarazlığı pozur. Haqq ədalət öz yerini tapır. Emre oynuyor. Pas ver de Resul. Biraz tez ol. Resul, bekle. Davay, davay. Götürmə. Üçüncüdən zərbə. Fatih Camalov üçüncü bağladı. Yusif uzaqdan daha bir zərbə. Fatih Camalov top əlindən çıxdı bir anlıq və son anda İbrahim Namazov meydandan kənarlaşdırır. Kimi gəlir, toxunuş var İbrahim Namazovdan ikinciden zərbə. Qapıdan zərbə. Rəşidov pauz edir, geriyə çəkilir. Yusuf Cəfərzadə İbrahim Namazov ayaq qoydu. Daha doğrusu Fəzail türmə Raul istədiyi kimi toprağını edə bilmədi. Yusuf Cəfərzadə qarşılayır. Alt Neftçi. Siyahkanlı oturma. Yusuf 2 nəfərin əhatəsindədir. 2 nəfəri gerdə qoyur ötürmə. Fəzalidən tək toxmuşdur Raul Rəşidova. Sərgəsi ötürmə alındı Raul Rəşidov üçün. Zərbə indirməsi üçün əlverişli bir pas deyildi. Üçün Fəzai Əlizadə ilə Raul Rəşidov həqiqətən də bir-birlərini çox yaxşı şəkildə başa düşürlər. Ümumiyyətcə, Neftçi komandasının oyuncuların hər biri bir-birlərinin anlayışları çox yaxşı şəkildədir. Baş məşqçi postunda Elnur İmamquliyev tapşırıqları əbəs yerə deyil. Yaxşı icra edirlər. Komandasının oyuncuları. İçəriyə doğru ötürmə gəlir. Başla qarşılandı Raul Rəşidov. Yalnız Sənan. Və beləliklə maç yekunlaşır.
Neftçi komandası qalib olan tərəf olur. Biz də reportajımızı sona çatdırırıq. Sizinlə mən idim Şəhsiniz Heydər Hüseyni. Növbəti maçlarda görüşmək üzrə. Sağ olun, salamat qalın.